Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, nə istəsəz toxuya bilərsiniz. Svitrə, uşaq üçün, böyük üçün fərq eləməz. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Mən burada rezinka toxumamışam. Formada toxumuşam. Kim istəyir rezinka da toxuya bilər. İstəməyəndə bu cürdə yaxşı qalır da, əyilmir naxış. Bu cürdə yaxşıdır. İlməklər hamısı düz toxunmuşdur. Bunun üçün belə bir sapımı götürürəm. Milimin üstə 18 ilmək yığacam. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 18 ilmək bəs eləyir. Artıq lazım deyil yığmaq. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18. Bir ilməni də çıxardım, bəsdir 18 ilmək. Buradan da bir düyün atıram belə. İndi buradan mən rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Bir sıra düz üzdən, bir sıra da tərs üzdən. Birinci ilməni də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Belə bir kənarı da tərs toxudum. Tərs üzdən də indi bir sıra tərs toxuyuram. Birinci ilməni götürdüm, toxumadım. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi bura düz üzdür. Düz üzdən ilməklər hamısı düzdür. Belə götürdüm 2 ilməni. Birincini götürürəm, ikincini də toxudum düz. Burada indi bu 3 ilməni ipi keçirdirəm bu tərəfə. 1, 2, 3 ilmək toxumadım. Yenə yanına 2 ilmək düz toxudum. Yenə sapı keçirdirəm bu tərəfə. 1, 2, 3 ilməni toxumadan götürürəm. 1, 2 ilmək düz toxudum. Bu üzdə bu toxunmamış ilməklərin üstündə belə sap qalır. 2, yenə sapı keçirdim bu üzə. 1, 2, 3 ilməyi götürdüm toxumadan.
2 düz toxudum kənardan. Arxa tərəfdən yenə indi ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən yenə bu kənardakı ilməklə bunu toxumuram, götürürəm. Yanındakini düz toxudum. Yenə sapı bu tərəfə keçirdirəm. Bu həmin 3 ilməyi yenə toxumadan götürdüm. Yenə sapı o üzə keçirdib 2 düz toxuyuram. Yenə bu 3 ilməyi götürürəm. Sap düz üzdə qalır. 2 ilməyi düz toxuyuram. Yenə sapı keçirdirəm bu tərəfə özümə sarı 3 ilməyi götürürəm. Sonra keçirdirəm o tərəfə 2 düz toxuyuram. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. İndi düz üzdən yenə bir dəfə də kənarı götürürəm, yenə bir düz toxuyuram. Sapı özümə tərəf keçirdirəm. 3 ilməni götürürəm. Yenə 2 düz. Yenə sapı keçirdim bu tərəfə. 3 ilməni götürdüm. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. İndi bura düz üzüdür. Düz üzdən birinci ilməni yenə götürdüm. İkincini toxudum düz. Bu ortadakı 3 ilmənin birincisini toxuyuram. Sonra bu ortadakı bu 3 ilmənin altından belə götürürəm. Bu ilməni çıxardıram. Sonra həmin ilməni bu 3 ilmənin altından çıxardıram. Keçirdirəm milə, düz toxuyuram. Yanındakini də düz toxudum. Yenə bu ortadakı 2 düzü toxuyuram. Bu 3 ilmənin birincisini toxuyuram. Sonra bu 3 ilmənin belə altından keçirdib bu ortadakı ilməni götürürəm. Sonra həmin ilməni bu 3 ilmənin altından çıxardıb keçirdirəm milə. Bunu düz toxuyuram.
Yanındakini də düz toxudum. Yenə bu aradakı 2 düzü toxuyuram. Sonra bu 3 ilmənin birincisini yenə toxudum. Yenə bu 3 ilmənin belə altından keçirdib həmin ilməni götürürəm. Bu 3 ilmənin altından belə çıxardıram. Keçirdirəm milə. Düz toxudum. Bunu ikisi tərəf ilişib gəldi. Bunu təzədən bu 3 ilməni yenə altından çıxardıb həmin ilməni götürüb bu 3 ilmənin altından çıxardıram bu tərəfə. Sonra düz toxuyuram. Yanındakini də düz toxudum. Yanardakı 2 ilməni də düz toxudum. Bu formada naxış alınır. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Belə bir naxış alınır. İndi yenə birinci sıradan necə başlamışdıqsa, bu formada yenə təkrar edirik. Belə yerlərini dəyişmirik, olduğu kimi toxuyuruq. Belə bir naxış alınır. Sağ olun, gələn videomda görüşənə qədər.